vaxtda doşamsan. Demək dostlar, salam. Bu günləri bir həftəlik vlogu çəkməyə başlamışam. Nərminlə qarşılaşdıq. Nərmin mənim məşğəl yoldaşımdır. Xəyalım mənim məşğələsindən buradan öpürük onu. Da baxmır vloglarına inanmıram ama. Nərmin dillərdə oxuyur. Nə diliydin Nərmin? Bəli, CV doldurur. Nə diliydin bala? İngilis dili. Hə? İngilis dili, filologiya və ədəbiyyatı. Bəli, böyle də akıllı qızdır. Məşğəl çəkirsən? Yetişetdiyim. Bura nə yetişetdin? Nömrəvi? Nə? Instagramının adını Instagramını yetişet deyəcəm. Əlaqə saxlayırsınız, ingilisinə məşğəl keçir. Yəni, kefilim. Uşaqlar, ingilis dərsimiz qutardı. Geri tarix dərsinə. Tarix də ingilisdə 2-ci korpusda, tarix dərsi 1-ci korpusda deyə, yəni düşürük keçidir. Bu dəfə yaxşıdır, 2-ci mərtəbədə deyə tez düşürük. Dostlar, İdrisin səhifəsinə hələ də abunə olmamısınız. Takip atmamısınızsa takip atın. Proteinlər çatır qəşəng. Görün bizim şaxların kimlər var? Gəlmir. Dostlar. Təqdiyə onu. Aynı. Arkadaşlar, ben bugün birisine aşık oldum. Merhaba arkadaşlar. Bugün birisine aşık oldum. Özümü səni axtarıram da ki, xoş qadam kimi istəyədim. Var idi, bəlkə o aparıb atmışdı. Xoşqədəm. Xoşqədəm yox. Xoşqədəm xanım. Biz yenə tarixə görə 5-ci mərtəbəyə çıxırıq. Bu 5-ci mərtəbəyə çıxmaqdan ya bizdə hey qalmayıb da. Hamı birdən çökür. Yəni hər geri otururuq tarixdə təməlli 5-ci mərtəbə. Tarix dərsimizdə o əhəd. Salam, salam. Mən sizə düşmürəm. Bəs nə? Orxan, soruşurlar ki, Orxan niyə ad gününə gəlməyib? Kimin? Ad gününə niyə gəlməmişsən deyir. Mənim işim var. Gec gəldim. Deyir də uşaqlar, mənə deyir ki, mən səni çox istəmirəm, bəs gəlmək istəmirəm. Sənin ad gününə falan gəlmək istəmirəm. Belə deyir də mənə. Utanmır da yəni, görürsünüz. Mənə çox istəyən bir dənə Ləmandır. Bir dənə o dözür mənə. Ooo, Emil. Necəsən? Ayağımla çəksən. Həmən deyir ki, mənim vlogum daha çox izlənir. Uşaqlar, Ləmanı 10K eləyək də, uşaqlar. 10K eləyəndə qrupboy sual-cavab videosu gələcək. Bu arada düzdür. Həm tor kəsilir, həm də qrupboy sual cavab. Bəli, tüyün də indi görün nə suallar verir. Bu arada Heç kəs dərsə girmək istəmir, çünki ilin axırıdır deyə, yay gəlib, heç kəs dərsə girmək istəmir. Heç kim dərslər açmaq üçün cəsarət edəmir. Emil təzə kofe shoplara ora aparmaq istəyir bizi. Yəni, Ucuz deyil, 8 manata göndərmişəm. hə, af molda. Ha, hər yeri reklam elədik, Allah'ım. Belə. Ləman həyat etmək istəyir be. Aynur! Dərsdən qaçmış. Amma müəllim görmədi. Dərsdən qaçmamışıq uşaqlar. Hamımızın qayıb ilmiti çoxdur. Ona görə da dedik ki, dərs tutarır da yəni. Çıxaq ona görə. Yəni yoxsa bu video. Neyin dostlar? Hə, ona görə yəni şey eləmədik. Girmədik. Yəni uşaqlarla gəlmişik bayaba. Mənə topu yüzümə vurdular. Öldüm də yəni. Burnum, olan qalan burnum da gedir. Ləmana dəydi, mənə də dəydi. Hə, hamımıza dəydi də bir kon. Ona görə indi götürdüm telefonu, biraz sizə vlog çəkeyim. Ona görə tez-tez voleybol oynamağı öyrədirik. Belə yavaş-yavaş inşallah. Bəli, zamanı toplatıram. Yəni görürsünüz, mən çox hayırsevər bir insanım da yəni. Sizə o tərəf göstərirəm, bax. Uşaqlar, mən artıq Sumqayıta gəldim, çatdım və vlogu burada sonlandırmaq qərarına gəldim. Təbii ki, də nəsə olsa əlavə bir şey zaten çəkib qoyacağam. Amma ki, bir mövzuya da aydınlıq gətirmək istəyirəm. Bu, mən əslində sual-cavab videosunu demişdim. Ship videosu nə idi? Ship, yəni söhbəti. Dostlar, arada elə bir şey yoxdur da, yəni heç kəsin arasında
düşündüyünüz kimi bir şey yoxdur. Yəni ola bilər mən kiməsə şəkil paylaşaram, kimsə məndən şəkil paylaşar. Yəni bu o demək deyil ki, mənim həmin insanla aramda nəsə var və yaxud da nəsə olmalıdır kimi bir şey yoxdur da, yəni. Sadəcə biz qrup yoldaşıyıq, yəni yaxın dostuq, yəni belə ünsiyyətimiz var. Onlar gələr mənim ad günümə, mən onların ad günə gedərəm. Yəni belə şəkillər çəkdirərik, paylaşarıq. Yəni biz zaten eyni ortamlardayıq və eyni yəni videolar çəkilirsə zaten illa ki yan-yana düşəcəyik, yəni heç kəs qaça bilməz ki, hə, falan kəs mənim yanımda dayanma, bəs belə söhbət deyirlər. Yəni ümid edirəm ki, fikrimi başa düşdünüz və anlayışla qarşılayırsınız. Vlogun burada sonuna eləyirəm, bugünlük vlogun. Özünüzdən müğayət olun. Videomu bəyəndisə like atıb, abunə olub, komment etməyi unutmayın. Sağ olun. Salamlar. Bu günləri çox aşk-kuşk olmuşam. Pəs pəmbəyəm yəni. Ya, bir də ayaqqabılarımdan şallarım qanadı. Qalan hər şey aşk-kuşkodur. Dostlar, bir dənə qəşəng sepim var. İndi görsənmir. Amma ki, universitet satım ya da yolda. Bəlkə göstərdim. Yəni, çox qəşəngdir də. Atkit atmaq da yadım. Çıxıb gözüm çıxdı. Nəysə, belə. Uşaqlar, mən universitetə gəlib çatdım. Kimya dərsindən prezentasiya verəcəyik qruplar şəklində. Ona görə biraz onu oxudum yolda. Amma halım dəhşət pisdir də, yəni. Belə bəzənib düzənməyimə baxmayın. Dəhşət, yəni. Ürəyim bulanır. Çox pis vəziyyətdəyim, yəni. Bəlkə bu dərsdən sonra çıxdım, getdim evə. O dərəcə, yəni. Çox pisəm. Kontrolumda yoxdur ki, uşaqlara yığım ki, biri mənə gələndə su alsın. Nasıl, yəni tər tökürəm də, yəni soyuq tər tökürəm. Öyle halımın pisliyindən. Sizə biraz 4-cü mərtəbəni göstərim. Baxın, belə maraqlı plakatlar var. Və dəhşət çox biçi. Qrupumdakı uşaqlar dərsi öyrənməyib gəldiklərinə görə təhvil verə bilmədik prezentasiyanı. İndi qayıdıram evə. Sırf bu dərsindən ötürü gəlmişdim, o da zaten danışa bilmədilər deyə evə qaydası oldum. Salam. Necəsiniz uşaqlar? Didimdən bilindiyi üzrə halım yoxdur biraz. Çünki bu günləri riyaziyyatdan sərbəst işimiz var. Yəni term ikimiz bir şeydir, 20 bal verir. Və mən yatıb qaldığıma görə hazırlaşa bilmir. Yəni inanırsınız, mən 2 gündür haradasa bunun üstündə oturub işləyirəm, dayanmadan işləmişəm, sualları qutarmışam. Və güya dedim ki, dünənləri saat 00:16 falan idi, dedim ki, yatım, bəs tamamda durub başlayayım oxumağa. Mən nə qədər yığıb eləyiblər, yatıb qalmışam. Çox heyfslənirəm hal-hazırda yatıb qaldığıma görə. Amma hə, yatıb qalmışam. Ona görə oxuya bilmədim. Paputu girirəm də, yəni. Allah, yəni, nə olar. Həm də kimyadan prezentasiyanı artıq bugün verək, canımız qutarsın ki, balımız sıxsın. Yəni, o qədər yorulmuşam ki, universitet həyatına artıq tətil gəlsəydi. Uşaqlar, çatdım universitetə, hələ tezdir deyə universitet heç kəs yoxdur əslində. Var ya, az-azdır da, harada saat 7:45 falandır. Bizim də dərslərimiz 8:30-da başlayır. Bu prezentasiyanı yola verim, bu riyaziyyatı yola verim. Allah'ım olsun. Bir də ki dostlar, 2K olmağımıza çox az qalıb. Yəni bu ay ərzində 2K olarıq məncə. Olarıq da, yəqin olarıq. Mən sizə inanıram. Yəni sizə inanırsınız. Ona görə məncə 2K olarıq. Ona görə bacardığımız qədər videonu paylaşaq, like eləyək, abunə eləyək, komment olaq. Komment olaq nə idi? Komment eləyək. Demək uşaqlar, sinifdə Məhəmməd Əlidir, Amindir, bir də Muraddır. Zaten burada görürsünüz. Murad əl salla kameramıza. Murad prezentasiyaya hazırlaşır deyə çox fikir verə bilmir. Yəni mən prezentasiyamı danışmışam əslində, mən öz hissəmi. İndi bilmirəm mənə təzədən danışdıracaqmı, danışdırmayacaqmı. Danışdırsa da belə problem yoxdur. Danışacağam, prosta ki nə bilim danışdırmasa daha yaxşıdır, çünki təkrarlamamışam. Riyaziyyat dəftərimi göstərim sizə. Yəni mən dünənləri saat 11 idi. Mən başladım yazmağa, çünki orta 11. Yəni səhər 11 daha doğrusu. Axşam 11-də çimdim elədim. Sonra bağladım, dedim yataram, duraram. Onu da zaten dura bilmədim. Baxın.
sadəcə dünən ərzində yazılanlardır yəni. 40 vərəqli dəftərin yarıdan çoxu gedib yəni. Orta vərəqli falan hamısını keçmişəm. Belə. Ümid edirəm yaxşı olar. Onsuz yaxşı pis keçdiyini yəqin buradan yazacağım. Balı bilməyəcəm amma yazacağım da. Yaxşı şey, pis şey. Öf, 3 dənə sual yazsam bəsim deyə 5 sualdır. Ya da ikisi. Dostlar. Uşaqlar, prezentasiyanı verdik. Ya bərbad idi da. Biri var bərbad ötəsi. Bizimki bərbad ötəsi. Yəni ona görə heç yaxşı keçmədi. Yəqin ki, yaxşı balla yazmayacaq. Uşaqlar, demək, züfürlər mənə demişdi əslində yağlı boş taxlamaya oturacaq. Müsayla sırtı qarlarına dava düşəcək. Mən yanında otururlar. Elə bilirlər ki, mən nəsə biliyorum. Mən heç nə bilmirəm. Bu biraz zımla, bu biraz dəftərə baxışına bax. Özünü də çəkdi. Sınıfları bilirsiniz. Bizə hər adam. Təkrar biliyin anasıdır. Ki bir dəfə oxuyuruq. Kim anasıdır? Təkrar. Onları çək, ona bax. O şey var ya. Əlimdən sürüşünə dəftər tutmuşam. Bax, tökülür, qarışqalar var. Nə başı? Bal gelir orada. Bal. Son 3 dəqiqə qalıb abi. Çıxdıq midtermdən. Yəni hamı belə pis yazmayıb. Orta babdır hamıda. Elə həmçinin məndə də orta babdır. Yəni nə lap əla deyil, nə lap pis deyil. Emin nətər yazmısan? Universitetə hazırlaşdım. Bir dənə ona deyim. Nətər yazmısan Emin? 5 dənə sual yazdım. İkisi tamdı, 3-ünü atama. Çəksən? Suavi. Ay çək. 20. Amma belə vəziyyət pis deyil yəni. Uşaqlar, gəlmişik İdrisin mallarını reklam etməyə. Biləcəklər ki, burada tiyatmışıq, stəncədə. Uşaqlar. Olmaz Orxan çəkməyə çalışır. Bizim fotoqrafımız. Demək uşaqlar, gəlirəm xalam oğlunun ad gününə. Bu vlog nəsə biraz maraqsız olub. Xoşuma gəlməyib. Yəni bəlkə 2 həftəni birləşdirim. Bəlkə 2 həftəni birləşdirdim atdım. Kamil, sən 16 Pro alınıb, xəbərin yoxdur amma. Ha, mən var idi deməmişəm sənə. Da 2 sənə içməsən də özün də var. Mən gəlib almışam. Məndən gəlib almışam. Görsən, bu məndə də əvvəl xəbər var, sənə də verin. Kamilin tepkisini falan hamısını qoyacam. İstərsən şirin sənə dünyalar, İstərsən sən də unudun varlığımı sənə görə. Uşaqlar, biz gəldik çatdıq. Bəşir, izləyicilərimə nə demək istəyirəm? Atılıb imkan vermirik. Mənə təbii ki, verir. Mənə təbii ki, verir. Sən iyi təbii ki, mi? Bunlar gün deyil, uşaqlar. O biz xanım oğlundan gündür. İmkan vermirik. Bəşir, izləyicilərimə nə demək istəyirəm? Takip edin, görürsünüz, abunə olun. Çıxalım. Özür İbrahim dedi. Kamil, izləyicilərimə nə demək istəyirəm? Nə demək istəyirəm izləyicilərimə? Mən bu izləyicilərimə Takip edin. Zoom at, hə? Uşaqlar, yemək yedik. Qəşəng sözlər dedilər. İndi də çıxmışıq çölə. Tort falan kəsində girərik içəyə. Hava, nəfəsimiz kəsildi içəridə o qədər basa-basa ki. Mətin, bu əlinə alınmır da, bu əli yoxlayaq. Elə biləcəklər videoda ki, mən çolaq şeyəm. Sən çolaqsan da. O pisi ilə tut. Uşaqlar, dayandı deyə. Sımış da. Məcbur olsa o geliyor. Dağın başında o ne bileyim ha onu. Onun basması da o gücü yolda mı var? Çünkü basın bile olsa dağın başında. Doyuyor. Hadi Kamil sesi bu tərəfə düşdü. Ya Kamil sesi nədir? 3 şeydən sonra. Uşaqlar, bu günlük vlogun belə sonuna gəldik. Videomu bəyəndisə like atıb abunə olub komment etməyi unutmayın. Sağ olun. Var. Bir dənə listem var. Sonrasında uşaqların deyəsən yenə futbol var. Oraya gələcəyik. Bəlkə. Çünki 20 yanvardadır.
Mənə səhv edirəm imkanlarda olmağı. Belə. Uşaqlar, sizcə bundan əvvəlki gün kimi vloglar gəlməlidir? Yoxsa sadəcə öz gündəlik həyatını çəkim? Yəni məsələn o da gün... Bu koridoru göstərməmişəm. Baxın, belə cıqqılı koridordur. Belə oturacaqlar falan var. Buranı çox istifadə eləmirlər əslində. Niyə bilmirəm. Belə əl yumağı yer falan da var. Üniversitede tez gəlmişəm. Hər üniversitet kəs yoxdur. Baxın, bomboş dərlər. Özümü kimsə yatırmış kimi sevirəm. Leyla da dershaneye gidiyor. Bayağı hırslı hazırlanıyor. Uşaqlar, Musanı neçə vaxt vloglarda görmürük. Darıxmışsınız Musa üçün. Elə bizə də. Uzun neçə vaxt oldu. Bəlkə də qışdan, bəlkə də qışdan idi. Hə, Musa yoxdur vloglarda. Gizəmli adamdır da indi Musa. Hə? Əslində bir şey yaxındayım, o prosta düşmürəm da qaldı. Uşaqlar, Musanın dərsləri çox əladır. O cəmaatın uşağı deyirlər, o Musadır. Vallahi. Təvəzzəkor, çox Gözəlliyinə baxan deyir can, efirdir efir. Məst eləyir gəzəndə canan, efirdir efir. Məst eləyir. Uşaqlar, mən tarix dərsini tutardım. İndi gedəcəm ingilisinə. Belə minicik bir işim var. Onu şeydim. Onu həll edeyim, gələm ingilisinə. Yenə ki, kurslar arası get gələk edəcək. Bezim ki, o get-gəldə. Yəni, hamısı bir yerdə olsa daha yaxşı olur. Belə... Nətərdir? Bizim Slenderman'imiz Amin. Andromuz. Binəcək Andromuz. Kəs də 5 Kamran. Orhan. Orhan. Neredesin Orhan? Orhan! Uşaqlar, adını son uşaqları məzun olur. Gəliblər çəkilişə. Uşaqlar, Fatimə ilə gəlmişik restorana. Biz Fatimə ilə birbirimizi neçə vaxtı görmürdük. Axırıncı səfəri o sizə video atmışam qatarda. Ondan sonra biz Fatimə ilə bir rastlaşmamışıq. Bu günləri o məni yazmaz zaten. Mən kimə kömək yazsın? Mən axı dedim ki, Fatimə gəl görüşəyik. Axı ki, Fatiməni sosiallaşdırmaq qərarına gəldim. Bəli, bu da Fatimə. Gör nə qəşəng qızdır. Xıtını, qəşəng, incə. Hə ki? Niyə mən qəşəng görünmürəm? Yox. Bəli, uşaqlar, Fatimə kimi pomidor salatını yemədi. Deyir pis. Ana, normalda evdə su içmirəm, burada pul vermişəm deyə su içmirəm. Uşaqlar, Fatimə cizə. Səhvdə danışdıqlar. Ay Allah. Pakistanlıyım orası. Birtəhər içinə elədim. Gedirik futbola baxmağa. Yarımda saat. Baxırıq, dururuq Fatimə. İnansınız, bayaqda nə qədər dil tökmüşəm. Ay Fatimə, yağlı da. Belə qalmışdım, yəni. Teymur. Ay Allah. Aradan ver. Uşaqlar, mən deməliyəm. Artıq yoxsa mənə Fatimə öldürəcək. Ona görə sıxıram. Deyəsən, belə geçsə bu oyun çox pis qutaracaq. Heç xoşuma gəlmədi. Getdik biz uşaqlar. Bay. Kameranı bağlamağımla qol yeməyimiz bir oldu. Uşaqlar, zəng edib əhəddən maraqlandım. Bizimkilər udurmuş. Hər kəsə salamlar. Bu günləri Əfruzə ilə gedirik Bakıya. Evə gəzməyə, maşın sərgisinə falan getmək istəyirəm hələ. Ora gedəcəyik yəqin ki birinci. Sonra yəqin ki hansı müzeyi tapsaq, yəni ora gedəcəyik. Çünki bu günlər muzey gündür və muzeylər pulsuzdur, satım dağıldı. Nəysə. Pulsuzdur və hamısına getmək qərarına gəlmişik. Gedək görək nə olur.
Uşaqlar sərgiyə gəldik, çatdıq. Dəhşət qəşəng maşınlar var. Əvrizə ilə baxa-baxa qalmışıq elə. Çox qəşəngdilər də yəni. Uşaqlar, Əfruzə ilə gəzirdik, reski dayanmışıq. Bəs gedirik də, gördük ki, retro maşınlar yoxdur, ancaq sport maşınlardır. Biz də çıxdıq ki, dayı retro maşın yoxdur, orada bir dənə oğlan var idi. Ondan soruşduq, dedi ki, bəs şeydir də, retro maşınlar hansı tərəfdədir? Biz əbədi başqa tərəfdədir. Dedi ki, bəs retro maşınlar xanım dinən idi falan. Biz də pis olduq ki, bəs ona görə durub gəlmişik də. Şeydir, dayandığımız idi, 3 dənə qız gəldi, deyir ki, salam, bizə çönürük, salam nə olub və şeydir, deyir ki, onlar sizi qucaqlayaq və belə qalmışdıq ki, yəni tanıyanlar var, buradan baxırlarsa videoya, öpürəm hamısını, bağıma basıram, çox sağ olun, belə orada stresə düşdüm biraz, utancıma belə qalmışdım ama ki, yəni Əfruzə bilir, Əfruzə bilir, belə qalmışdım, Allah'ım olsun, çox sağ olun, öpürəm, indi gidirik Əfruzə ilə, nəmiz edirik. Hə, deyəsən ədəbiyyat müzeyi. Ədəbiyyat muzeyinə giririk. Oradan da bir kadr götürək, sonra görək hansı muzeyə gedirik. Bizi buraxmadılar demək. Buraxmadılar yox, gözləyə bilmədik o ədəbiyyat muzeyində. Ürəyimiz çıxdı. O da sıra var idi. Sumpa olmaz, nə olmaz. Elə biz oradan kitab götürəcəyik. İndi gəldik Hacı Ayağabın Tağıyevin tarix muzeyinə. Burada da çəkiliş icazə vermirlər. Prosta indi az çəkəcəm. Bir dənə böyük peşəm var, burada xalçalar da sərilib. Hocam, mən əvəzəm var. Əslində maraqlı şeylərdir. Prosta biz çoxunu mənasını bilmirik. Məsələn, orada bir kişi var idi, bığları var idi. Əvvəlcə biz fikirləşdik ki, orada görüm Dyson var idi, düzəldi. Yəni bizim fikrimiz ayrıdır. Onların fikri tamamilə ayrıymışlar yəni Allah. Amma çox belə əzəmətli yerdir. O vaxtın kişilərdə mujik olub. Əvvəlcə ilə baxanda da qorxu düşdü bana. Qəbul. Baxın indi. Görün nə boy deyirdi. Məncə gəlməyinizi çox tövsiyə edirəm. Çünki dəhşət qəşəngdir ev, yəni və çox vahiməlidir. Əfruzə burada özünü çəkir. Hər yerdən düzgün. Əfruzə belə bəyənir. Əfruzə deyir ki, Şaşadın devamlı Tağıyevin qızı olardı. Demək uşaqlar, Əfruzə ilə gəlmişik Chicken Port'a. Gəldik bir dənə restoranda oturaq ki, sonra təzən gedək gəzək. Hava dəhşət istidir, eyni anda da külək var, yəni tutmaq olmur tavanın nə tərəfəsini. Çox qəşəng, şirin məkandır. Yəni qəribə dekorasiyalar var. Baxın. Şair burada nə demək istəyib Əfruzə? Oha, çox qəşəngdir. Al olsun şair. Acayip şey, Əfruzə ilə sənət canlarında. Bizim yəni ilk səsimiz gəldi. Sağlaşıq gəldi. Şey, naməhrəm. Bəli olmaz. İndi bu halımıza baxmayın, qaralmışıq, necə düşmüşük. Əfruzə özünü çəkənlərə bir həftəlik vlogun daha sonuna gəldik. Videonu bəyəndirsə like atıb, abunə olub, komment etməyi unutmayın.